Dedi, mən tədricən öldürülənin oğluyam. Tədricən öldürülən birisi nə deməkdir? Peyğəmbər belə öldürməyi qadağan eləmişdi. Kafirlər də dedi, belə öldürməyin. Bir var, insanı bir dəfə öldürəsən, üzr istəyirəm də, son günlərdir mən bu sözləri açıq deyirəm, bağışlasın İmam Zaman Ağaz, İmam Hüseynin aşiqləri məni. Deyir, gəlirdilər, biri bir qılınc vururdu, çəkilib tamaşa edirdi. Biri neyzə vururdu, daş vururdu, tamaşa edirdi. Tədricən, yavaş-yavaş öldürürdülər bu şəkildə, qətlə yetirirdilər. Dedi, mən tədricən öldürülənin oğluyam. Və dəhşətlisi bilirsiniz nə idi? Dəhşətlisi bu idi ki, xanım Zeynəb görürdü bütün bunları. Xanım Zeynəbin gözünün qarşısındaydı bu. Bir fəryad elədi Həzrət Zeynəb ki, niyə bu qədər zülm edirsiniz? Axı Hüseyin nə edib sizə, niyə belə edirsiniz?